Salam, hər vaxtın xeyir Salam, Rəşad. necəsən vəziyyət? Yaxşıyam, sağ olasan. Mən də yaxşıyam. Dünya çempionatı gəlir yavaş-yavaş. Mhm. Düzdür. Yəni sezon bitdi. Elə yenidən elə bil ki, yay bizi darıxmağa qoymayacaq. Dünya çempionatı başlayır. 4 ildən sonra yenidən bizi həyəcan keçirdiyəcək yayda. Əslində çox superdir. Düzdür, 48 dənə komanda mən düşünürəm ki, çoxdur. Bir balaca şeydir də, bu zəif komandalara sanki şans yaradırlar ki, gəlsinlər. Gəlib sən də məsəl üçün Özbəkistanın dünya çempionatında iştirakını görəsən, Iordaniyanı. Yerdə Cabo Verde, nə bilim, Curaçao'dur, nə bilim. Onlar üçün kiçik bir həyəcanda ya, sevinirlər. Ha, nə gözəl. Heç bilmirəm Bizə Cabo çıxış Verde adlı ölkə var, düzünü desəm. Yəni sonradan baxdım düşün. Cabo Verde. Cabo Verde ölkədir, hardan çıxdı bu? Nəysə, məcbur olacaq baxaq, amma düşünürəm ki, 48 komanda olması düzgün deyil. Bunu eləyiblər ki, yəni bunu qeyd eləyək. Sponsorlardan daha çox gəlir gəlsin. Daha çox oyun, daha çox yayım. Daha çox oyun plus iştirakçı, yəni təşkilatçı ölkələrin gəlirləri artacaq. Çünki oyunlar çoxdursa, stadiona gəlişlər çoxdur, daha çox alış-veriş var orada. Yəni kommersiya tərəfi çox böyükdür. Yəni bunu qeyd eləməliyik. Yəni təşkilatçı ölkə daha çox pul gəlir, FIFA-ya daha çox pul gəlir. Sonra necə deyirlər? Orqanizatorların o şeylər var da, nə deyirlər ona? Nə deyirlər ona? Mediası məsələsi var, reklam məsələsi var. Burada qazanclar daha çoxdur da. Təbii ki, bu hamısı elə ya maddiyyatdır da. Maddiyyat 32 dənə komanda ilə sən düzdür, çox qazanır, amma 48 dənə komanda olanda oyunlar çoxdur. Başqa variant yoxdur. Yəni sən çox qazanacaqsan. Amma yenə də mən düşünürəm ki, dünya çempionatı play-offdan başlayacaq. Çünki baxırsan qruplara, nə bilim, Almaniyanın qrupuna baxırsan, görsən ki, Curaçao'dur, nə bilim, şeydə baxırsan, Iordaniya zadla düşür. Ölüm qrupları yoxdur demək olar. Yox da, əvvəllər bir balaca hansı qrupda deyirdin ki, məsələn, Meksika, Argentina zad oynayırdı. Ha, düşürdü Almaniya, Niderland, sonra nə bilim, Xorvatiya olur, kim olurdu? Hə, Xorvatiya zad düşürdü. Məsələn, Argentina bir qrupda düşmüşdü. Yəni belə qruplar var idi da. İndi demək olar ki, azalıb. Bir dənə Türkiyənin qrupunu deyə bilərəm, hə, orada Paragvaydır, Amerika Birləşmiş Ştatları, bir də ki İran. Yox. İran deyil, kim idi? Yadımdan çıxdı. Avstraliya. Hə, yəni qrupları nəzərə alsa bir dənə o qrupda maraqlı nəsə ola bilər. İndi sən keçək favoritlərə, əslində bizim məqsədimiz də odur ki, favoritlərdən danışaq. Kimlər çempion ola bilər? Hələ dünya çempionatı başlamamış, yəni kimlər necə oyun göstərməmiş, bizim proqnozlarımız nə olacaq? Proqnozlarımız nə olacaq? Düşüncəmiz necə olacaq? Yəni kimlər daha çox çempion olmağa yaxındır, kimlər daha çox uzaqdır, kimdən sürpriz gözləmək olar. Çünki arada bir olur axı, məsəl ki, son dünya çempionatında Mərakeş gəldi, çıxdı yarımfinala. Ay son. Uruqvay yarımfinala çıxmışdı 2010-cu ildə. Sonra kimlər? Xorvatiya finala gəlib çıxmışdı 2018-ci ildə. Yadımda qalan 2002-də Cənubi Koreya ilə Türkiyə çıxmışdı. Ay son. 2002-də. 3-cü yarımında sonra oynamışlar. Yəni belə şeylər olur. Dünya çempionatlarında. Top 3-5-lik deyiriksə, məsələn mən gözümdə Fransa var. Artıq bu topda Fransa var. Fransa məncə ən belə qaymaqdır da, hə, var. Hə, belə birinci yerdə sən həm çox balanslı heyət. Hə, müdafiəsini deyirsən, yarım müdafiə deyirsən, hücum deyirsən, hamısı var. Yəni o dəyişmələrdə də şey var. Başa kimsə məsələn Çerki çıxsa onun yerinə Doya girəcək məsələn. Ya görsən ki, bu nə heyətdir də. Hücuma baxırsan Michael Olise, Mbappe, zət baxırsan ki, bu heyətlə sən çox nələr eləyə bilərsən? Hə, nələr eləyə bilərsən. Məsələn, bu heyət mənim sansı heyəti xatırladır 2006-cı ildəki Braziliyanı. Yadına gəlir 2006-cı il Braziliya necə idi? Ronaldo, Ronaldinho, Kaká, Robinho, Adriano, yarım müdafiədə kimlər oynayırdı? Zaraberto da oynayırdı deyəsən. Juninho şeydə oturdu, Zamendə oturdu. Juninho kim oyunçuysan? Çox belə yarkı komanda, amma heç nə eləyənmədilər. 4-də 1-də uduzdular. Demirəm eyni aqibət onun gözlü Fransanı. Yenə də mən minimum onlardan yarımfinal gözləyirəm. Yarımfinal gözləyirəm, amma mən istəyərdim ki, məsəl üçün demirəm, Fransanın əleyhinə deyiləm. Hardasa bu yaxın vaxtlarda ki, dünya çempionu oldular falan, bir balaca məsafə istəyərdim Fransa üçün. Və onun yerində başqa komandaların dünya çempionu olmasını istəyərdim.
Desəm biraz yorulublar əlbəttə Jose-də. Yorulmayıblar. Yəni o necə ki biz ötən buraxılışımızda danışdıq. Çempionlar Liqasında o NBA falan. Mən istəyərdim ki, məsəl üçün total olaraq belə olmasın da, elə 2 ildən bir, 3 ildən bir qısa vaxt ərzində yenə Fransa gəlir, gedir. Bu bir müddət o Çempionlar Liqasında Barselonanın çempionluğuna bənzərdir. Ya Barselona çempionluğudur, ya Barselona qalib gəlmiş komanda çempionluğudur. Ya Real çempion olur, ya Realda uzan olur. Belə bir şey. Ondan sonra istəyirsən ki, fərqli komandalar olsun. Məsələn, uzun müddət çempion olmamış bir komandalar olsun. Avropa çempionatından da bir uzaq olmuş. Tamam ki, Almaniyaya məsəl üçün mən çox arzulayardım bunu. Alman fanatı kimi deyil. Amma məsələn, mənim gözümdə Almaniya bu dünya çempionatına necə gedir? Bir növ belə bir qanadı qırıq gedir. Yəni gənc var. Burada deyək ki, qapıçı ehtiyacı var idi. Qoca qapıçını gətirdilər. Neuer ötən mövsüm necə keçirdi Neuer? Yəni belə super mi oynadı? Yox. Neuerin gözlü təcrübəsi var, kapitanlığı var, amma plus xarizması var, yəni aurası var. Yəni komandanın belə necə deyirlər, deyirsən ki, qəhrəman obrazı vardı. Çempion olsa Neuerin ikinci dünya çempionluğu ola bilər. Bu qapıçı ona layiqdir. Mənim gözümdə yəni qapıçı mövqeyində oyunu restart eləmiş, yəni yeniləmiş bir oyunçudur Neuer. Və məncə Neuer bu çempionluğa layiqdir. Təkcə mən Neuerə görə də mən Almaniya deyərdim ki, təkcə Neuerə görə Almaniya çempion olsun. Yox. Layiqdirsə olsun, layiq oyun oynasın. Əlbəttə, yəni. Hücumu yəni Deniz Undav'dır. Voltemade'dir. Bəlkə Fulkrug getmədi, yox. Fulkrug getmədi. Onların bu dönəm Havertz gedir. Havertz gedir. Bəlkə ona görə Almaniya çempion olmadı. Çünki mənim gözümdə Havertz IQ-su zəif olan oyunçulardan da İspaniya ilə Avropa çempionatında bir moment var. Yadıma gəlir ki, bir şeyə baxırdım. Oyunu analiz edirdilər də və göstərirlər ki, Havertzin sağından Müller qaçır, sprint eləyir. Və Havertzin solundan mərkəzə doğru Musiala gedirdi. Və Müller sağa sprint eləməklə özünə müdafiəçini çəkdi bir növdə. Musiala'nın qarşısında bir boşluq yaranır. Ver də topu, yəni Musiala onu istəyir də, Müller də onu istəyir. Sən topu versən Müllerə, Müller öz sürəti ilə gedib itirir topu. Deyil, mən bilən. Çünki Havertz əsas yəni Havertz milli oyunçu deyil mən gözümdə. Karlı götürüb Leonard Karl. Mən düşünürəm ki, Karl oynayacaq sağ cinahda. Və ola bilər ki, sağ cinahda mən sağ cinahda oynayacaq. Ya winger kimi oynayacaq, winger kimi. Amma hücumda məncə Deniz Undav olmalıdır ya da ki Voltemade, ikisindən biri. Görək, Almaniyada məsəl üçün bu mövsüm o şeylər gözləyirəm. Kəllə ilə vurulan toplar gözləyirəm. Ya da son dövrlərdə o biz çəkişdən qabaq danışdığımız kimi elə bir şey kəllə ilə vurulan toplar yoxdur da. Yoxdur demək olar. Azdır. Yəni Erling Haaland daha yaxşıdır, amma boyuna görə yaxşıdır, amma elə bir ki mövsüm ərzində Bavariya elə oynamadı. Az qol vurub başına demək olar ki. Ümumiyyətlə başdan qollar azalıb. Yəni əvvəl klassik futbol necə idi də? Sağdan qaçırlar, qaldırırdılar, kimsə başdan vururdu. Yəni indi demək olar ki, elə bir şey yoxdur. Yəni qısa kombinasiyalardır, keçidlərdir. Bir balaca yığcamlaşıb futbol. İstər-istəməz bir balaca sönük olub. Yəni bir balaca nə bilim çox belə ki məşqçilər PlayStation oynayırlar. Bunu bir balaca düzgün qəbul eləmirəm. Yəni azadlıq verilmir futbolçulara. Biz fikrini bitir. Düz bu ayrı mövzudur, uzun bir mövzudur. Futbolun o reqressiya dövrü gedir də, elə bil ki. Bu NBA-da da var, basketbolda da var. Yəni eyni məsələ mövzu futbolda, amma yenə də analogiya gətirmək istəyirəm ki, yəni basketbol əvvəllər daha çox kombinasiyalar, pick and rolllar üzərində qurulurdu. İndi basketbol ancaq nə bilim üç xallıq atışdı. Gəlir çatır Duqaya. Üç xallıq atdı. Bax o verilişin əvvəlində necə qeyd elədin? Ki bax komandalar əlavə olunur ki, daha çox yayım olsun, daha çox qazancı olsun. Futbolu biznesə çevirdikcə biz futbolu itiririk. Yəni bu futbolu biznesə çevirmək lazım deyil ki, biz də açıq oyun görək, rəqabət görək. Yəni zəiflər gəlirlər, zəiflərin yanında güclərin bir performansı olur. Güclər güclərə qarşı artıq oynayanda bir daralma gedir, bir qorxulu bir oyun gedir. Hardasa açıq oyuna ehtiyac qalmır, kəllələrə yer yoxdur. İmprovizasiyaya yer yoxdur. Yəni futbolçu özünü meydanda elə deyim də, onun tapşırığı verilir də. Bax, filan işləri eləməlisən, qurtardı getdi. Bundan artığını eləmirsən. Elə olanda aydın məsələdir. Futbol sanki nə bilim, o fintlər barəsində biz danışdıq. Məsələn dedin sən Neymara
sarı baş üzərindən baş üstə atdığı topu. atdı, sarı verdi. Halbuki vaxt var idi. Kim idi o hərəkət eləyən? İlham Mansız. İlham Mansız. Braziliya ilə oyunda Hə. yanılmamsa eləmişdi. Heç sarı kart da vermədilər ona. Hə. Amma ki məsələn Douglas Costa Bavariyaya gələndə yadıma gəlir, ilk elədiyi və burada davaya səbəb olmuşdu. Almaniyada başı salırdı, ona kapitan yaxınlaşıb demişdi ki, yalnız Wolfsburga qarşı oynayırdı. Deyir ki, burada bunu eləyə bilmərsən də. Bu təhqirdir. Sən başqa komandada eləmisən, yaxşı baxıblar. Oyunçunun başı üzərindən atırsan. Və hakim də buna görə gəlib komandaya yaxınlaşmamalıdır, irad bildirməməlidir, sarı verməməlidir. Təsəvvür et ki, gələcəkdə bir oyunçu digər oyunçunun ayağının arasından top atır, sən gəlib ona sarı kart versən ki, Rabona deyək ki, penalti vurursan, ki Rabona yox, ona şey var, Panenka. Panenka məsəl üçün top vurursan və ya Rabona olsun. Rabona ilə top ötürürsən, gəlib sənə sarı kart verirlər ki, sən oyunçularla məzələnsən. Bu fitdir də bu. İmkan verin oyun parlaq olsun. Yoxsa biz ancaq oturarıq pasdaşmaya baxaq, sağdan sola, soldan sağa, sağdan sola, bir dənə keçid, nə bilim, o çıxdı, yıxıldı, top əlinə dəydi, penalti, ora qaçdı, bura qaçdı. Yəni budur futbol. Yəni bilmirəm, yəni çox düşür. Futbol məncə ildən ilə düşüşlər gedir. Futboldan hal-hazırda düşüş gedir. Bu dünya çempionatı da 48 dənə komanda, yəni istərsən mən belə görürəm ki, baxış saydı aşağı olacaq. Meydançaya gəlmək məsələsi. Çünki orada 75 minlik, 85 minlik arenalardı. Kim gəlib 38 dərəcədə oturacaq o oyuna baxacaq. Biletlər el bahadır ki orada. Bu dünya çempionatını maraqlı eləmək üçün sanki hər bir milli özündən bir qoca gətirib. Mənim gözümdə belə görsənir ki, elə bir ki 30 yaşdan yuxarı insanlar oturacaqlar, 30 plus, 35 plus insanlar ağlaya-ağlaya. Biri şeyə baxır, Ronaldoya baxır o tərəfdən, biri Neuerə baxır ağlaya-ağlaya, biri Modricə baxır, biri Messiyə baxır. Messi də o tərəfdən dartıb gətiriblər. Messi də o tərəfdən dartıb gətirmirlər. Messi elə bu tərəfdən dartıb gətiriblər. Messi elə Amerikadadır. Amerikadadır. Yox, Messi əslində oynayır. Yəni öz oyunu göstərir. Amma əvvəlki o necə deyirlər, sürət qalmayıb, reaksiya qalmayıb. Düzdür, məsələn, Cristiano Ronaldo da ehtiyatda oturacaq. Guillermo Ochoa da gəlir. Ochoa deyir ki, hər il, deyir 4 ildən bir dünya çempionatına baxırıq ki, bu qıvrımbaş deyir qapıçı gəlsin, gözəl sevlər eləsin, yer tutmasa da çıxsın getsin. O da bir əfsanədir. Dünya çempionatları əfsanəsidir o. 2006-cı ildə durub qapıda, təsəvvürsən. 2006, 10, 14, Meksika torpağından qapıçı çıxmır da. 6-cı dünya çempionatı deyir. İndi bilmirəm əsas qapıçı olacaq yoxsa necə. Amma gedirdi. Keçək başqa favoritlərə. Ən çox İspaniya deyirlər. Mən nəsə İspaniyanın dünya çempionu olaraq görmürəm. Buna iki səbəbim var. Birincisi komanda yorğun gəlir. İkincisi ki bu komandanın liderləri yox deyir sanki. Bax Rodri'ni götürək də. Rodri'nin ciddi zədəsi olub özü 2 dəfə. Yəni bu adam уже xronikdir. Pedri'dir, o da zədədən təzə qayıdıb. Lamine Yamal da zədədən təzə qayıdıb. Sonra hücumçu, nominal hücumçu kimdir bunlar? Oyarzabaldır. Real Sociedadda oynayan. Yoxsa kimdir? Mikel Merino da o da zədəli olub. Yəni belə baxanda nominal hücumçu askırdım nəsə. Sağlam ol. Sağ ol. Tək səbir gəldi. Nominal hücumçu ancaq mərkəzi axtarsan da. Yəni Yamal pis də hücumçu deyil. Yox, Lamine Yamal winger kim oynayır axı? 9 nömrə deyirəm. Bilsən yəni kimdir orada? Şey yadıma düşür. Əvvəl Morata var idi, David Villa var idi, Torres var idi. Onlar da nominal 9 deyillər axı. Onlar yəni götürdülər, hücuma getdilər. Torres var idi. Bax Torres şeydi, nominal 9'luq idi. Amma yadıma gəlir ki, David Villa'nın getdiyi mövsümdə hamı qınayırdı ki, sən niyə görə nominal 9'luqsuz getdin? Amma onlar yəni paslaşaraq qapı qarşısına gələrək çempion olmuşdular. 2010-cu ildə. Bu da ona bənzəyir hardasa. Yamal da yəni şey deyil, center forward deyil, necə deyirlər onu, nominal 9'luq kimi deyirlər. Belə gol şey var da, hissiyatı var. Oyunu bəlkə də onun üzərində qura bilər. Ola bilər ki, elə qursun oyununu. Biz İspan oyunçular üçün bu sezon çox yorğun oldu. Yəni Rodri'ni götürək, Zubimendi, Merino, Lamine Yamal, Pedri yorğun olaraq gedəcək bu heyət. Məncə bu vacib faktorlardan biridir. Plus oyunlarda çox olacaq. Plus havada istidə oynayacaqlar. Düzdür, onlar isti İspanlar üçün qorxulu deyil. Almanlar üçün qorxulu ola bilər. Məsələn, uzun müddət soyuq regionda oynamış komandalar.
Portuqallar üçün məsəl üçün yaxşı bir Braziliyalılar üçün yaxşı ortamdır o. Hə. İsti ortamda oynayırlar. Amma nəsə mən gözləmirəm İspaniyadan. Mənə görə bizə İspaniya düzdür. Minimum yarımfinalda var. Burada heç bir söhbət Minimum ola yarımfinalda var. bilər. Yarım yox, 4-1 finalı. Ha, Minimum 4-1 4-1 finalda var bunlar. Yarımfinala da əlbəttə çıxa bilərlər. O potensial var, amma nəsə dünya çempionu olaraq görmürəm onları. Birincisi Fransa ilə bilmirəm. Qalib gələ bilərlər. Fransa çox güclü görsənir mənə görə. Almaniyanı da qeyd edeyim. Almaniya mənə görə hal-hazırda oyun baxımından son oyunlarına baxanda mən gördüm ki, harmoniya var oyunda. İstər-istəməz düzdür. Məsəl üçün Kimmixi istəyir sağ cinaha qoysun, sağ cinahda oynayacaq. Yarım müdafiədə Pavloviçlə Angelo Stiller oynaya bilər ya da ki Nimeç oynaya bilər. Amma mən düşünürəm ki, düzdür, mən Nagelsmana məsləhət verəcək adam deyiləm. Nagelsman məndən yaxşı bilir nə etmək lazımdır. Amma mənim şəxsi fikrimdir ki, sezon boyu Pavloviçlə Kimmix tandemi təşkil ediblər yarım müdafiədə. Məncə o tandemi pozmaq lazım deyil. Hə, Kimmixi dartıb müdafiənin sağına aparmaq lazımdır. Ondan sonra Valdemar Antonu qoysun sağ cinaha. Sağ cinahda oynamaq necə deyirlər, təcrübəsi var. Bu ikili qalsın yarım müdafiədə. Bunlar çox bir-birlərini yaxşı başa düşürlər. Bu bir variantdır, bu fərziyyədir. Ola bilər, mümkündür. Amma yenə də Nagelsmann indi bəlkə də istəyir ki, sağ cinah çox yaxşı olsun. Plus da ki, Almaniya hücumda olanda Kimmix sağ cinahda yarım müdafiəçi kimi oynayacaq. Asmalar olacaq, prostrellər olacaq, keçidlər olacaq. Və yaxud da ki, sağ cinahda artıq ondan öndə olan wingerlər var ya, onları topla təmin eləmək deyirlər. Gəlib hücuma belə bir məsələyə görə onu sağ cinaha sala bilər. Plus da ki, indi Pavloviçlə Stiller məncə pis deyil. Stiller də yaxşı oyunçudur. Plus da Stilleri Real almaq istəyir. Bəlkə də alacaq Stilleri Real. Yəni bu baxımdan plus Wirtz soldan winger oynayır. Amma hücumda mən görürdüm 11 nömrə kimi oynayırdı, 10 nömrə kimi keçirdi. Yəni çox funksiya yerinə yetirirdi. Musiala da 10 nömrə kimi oynaya bilərdi. Geriyə çəkib 8 nömrə kimi oynaya bilər. Hücumda Voltamada ilə Havertz plus Deniz Undav da var. Məncə çox harmonik görsənir. Yəni bu dünya çempionatının sensasiyası ola bilər. Yəni bana deyirəm sensasiyası ola bilər. Yəni gəlib Almaniya super parlaq oyun gözləmirəm Almaniyadan, amma Almaniya belə necə konstruktiv oynaya gəlib çempion ola bilər. Yəni 4-1-də mən görürəm, 4-1-də. Dünya çempionatı kimi görürəm, amma o dilləri sensasiyon nəticə. Məncə Almaniya o sensasiyalı nəticəyə çevrilə bilər dünya çempionu olsa. Yəni mən elə bir şey gözləyirəm. Portuqaliyanı keçək istəsəm. Portuqaliya da yəni yaxşı heyətdə sahib olan komandalardan biridir. Elə ötən dünya çempionatı da onu göstərdi. Bunların məsələn Nuno Mendes var, bunların Vitinha'sı var. Bruno Fernandes var. Bernardo Silva, sonra Neto var, Chelsea'də oynayır, Neves var. Yəni çox orta xətti çox güclüdür. Aysa. Rafael Leao da gedəcək, sonra Conceição var, Juventusda oynayır. Yəni heyət baxımından bu da, yəni Portuqaliyanı qeyd etmək olar ki, bax çox iddialı komandadır, yəni rəqabətçil komandadır və plus Portuqaliyanı qeyd eləyəndə bayaqlar qocalardan danışdıq. Yadıma məsələn Ronaldo da düşür. Bunda hər komandadan elə bir ki, məşqçilər bir nəfəri götürüb gətiriblər ki, belə mətbuat konfransında bir əl çalınsın falan dedi. Braziliyadan Neymarı gətirirlər. Hə, totem kimi gətiriblər. Ronaldo'nu da totem kimi gətiriblər. Amma necə deyim bax, mən Portuqaliyanın da çempion olmağını istəyərdim. Ronaldo'nun elə bir ki, kolleksiyasında kuboklar kolleksiyasında dünya çempionatı yoxdur. Avropa çempionu olub, digər bütün titulları var. Bizə dünya çempionu yoxdur. O sənə bənzər. O Ronaldo 94-cü ildə dünya çempionu olmuşdu, amma zamanında oturub dünya çempionu olmuşdu. İndi Cristiano Ronaldo da dünya çempionu olacaqsa, ya zamanında oturub belə oyuna baxıb dünya çempionu. Avropa çempionluğunu deyirsən sən? Yəni zədəli orada. Avropa çempionatında oynamışdı. Finalda zədələndi. Amma burada konkret oturub oyuna baxacaqdı. Yəni tamaşaçı kimi gələcək. Sadəcə olaraq axırda gələcək, ala qızıl medal götür. Yəni qaldır, şəkil çək, Instagrama qoy, 150 milyon like gəlsin. Yəni tam sən bilirsən. Məsələn, Avropa çempionatında zamanında otura məsələn, ehtiyatda otura Neuer qazansaydı Avropa çempionu, sən buna irad bildirərdin.
olmayıb amma bir də Bu il. yox, ötən dəfə. Yəni Əsas qapısı idi axı. bilirəm, yəni mən misal çəkirəm ki, təsəvvür et ki, Neuer bu yox növbəti Avropa çempionatında tutam ki, oturur heyətdə. Yəni o oyunçunun balansında yoxdur o medal. Hə. Avropa çempionluğu yoxdur. Mən düşünürəm ki, Neuer layiqdir Avropa çempionluğuna olmağına. Bir tamamlayardı. Ronaldo da yəni bir əfsanədir. Messi məsəl üçün qazandı. Düşünürəm ki, Ronaldo da ona layiqdir. İndi demirəm heyətdə, əsas heyətdə o yox, ehtiyatda otura qazansın, amma istərdim bir performansı da olsun. Şeyin, Ronaldo'nun. Weidenfeller 2014-cü ildə Zamendə oturdu dünya çempionu. O qapıçının haqqı idi ümumiyyətlə dünya çempionatına getmək. Çox yaxşı qapısı idi əslində. Seçilmirdi yazın. Zamendə oturdu, dünya çempionu oldu. Yəni nə demək olar? Amma aydın məsələdir. Belə də konkurensiya çox güclüdür. Yəni deyə bilərəm ki, də dünya çempionu, Avropa çempionu amma Zamendə oturaraq çempion oldu. İndi burada Cristiano Ronaldo qəhrəman olaraq çempion olmayacaq, tamaşaçı kimi olaraq çempion olacaq da. Görək də, bəlkə elə qəhrəman kimi oldu. Yəni amma artıq Ronaldo elə bir dövrəmdədir ki, gəlir belə deyim, gəlir futbol oyuna çıxır ki, Ronaldo artıq bu futbolla ayaqlaşmır. Amma özü də biraz yorulur, özü artıq qocalıb və onun sürət deyil. Komanda artıq başqa cür oynayır. Ronaldosuz oynayır. Ronaldo olanda mən bir neçə dəfə fikir vermişəm, elə bir milli bir balaca axsıyır. Və Ronaldo azarkeşləri inciməsin. Mən bu dünya çempionatında istəməzdim Ronaldodan. Tükümə dəydi. Mən məsəl üçün Rəşadın topunu öz adıma yazıram. Butsumun ipinə dəydi. Mən onun topunu öz adıma yazıram. Bir balaca bu egoizmi kənara qoysa yaxşı olar. Bunu da qeyd edeyim. Portuqaliyada İspaniya kimi biraz yorğun gələcək. Çünki istərsiniz bütün əsas oyuncuları sezonu necə deyirlər maksimumda keçiriblər. Vitinha-da, Nuno Mendes-dir, nə idi ona? Joao Neves-dir. Yəni sezonda bir 60-dan oyun oynayıblar. Bruno Fernandes Manchester United bütün oyunlarında əsas heyət oyunçusu olub, 90 dəqiqə oynayıb. Bernardo Silva o da onun kimi. Yəni hara baxırsan bu heyətdə nə deyirlər, hamısı maksimumda oynayıblar. Uzun yorğun sezon keçiriblər. Keçirməyiblər. Və belə olanda da çox vaxt komanda zəif oynayıb. Məsələn 2002-ci ildə Fransa millisi qrupdan çıxa bilmədi. 2014-cü ildə İspaniya o cür heyətdən gəlmiş, amma yorğun idi 2014-cü ildə. Çünki çox güclü sezon keçirmişlər bütün oyunçular. Qrupdan çıxa bilmədilər. Özbəkistan olacaq, hə desən, yəni. Dən yorğunluğu var yəni. Yox, Özbəkistan yox. Almaniya ola bilər misal üçün. Fransa ola bilər. Yəni az yoruldular demək olmaz. Almaniyanın da heyətinin bir çox hissəsi ilə Bavariyadan amma yoruldu da. Bir dənə final oynamadı. 34 turdu da. Yəni elə çox oyun olmur. Almaniyada çox oyun olmur. Plus fasilə də böyük olur. 2 həftəlik, 3 həftəlik fasilə olur olsaydı. Yeni illə məsələsinə görə qaraya buraxır güclü. Bəs Braziliyadan nə gözləyirsən? Braziliyadan mən düzüncüsəm. Neymar Junior necə deyirdi şey? Ancelotti faktoru var. Ancelotti faktoruna Ancelotti dedim. Ancelotti deməkdir. Ancelotti kimi. Ancelotti. Ancelotti deyə. Ancelotti. Ancelotti faktoruna görə deyə bilərəm ki, onlar da yəni 4də 1 görməlidirlər. Düz, yəni onlar favoritlər arasına salmırlar. Düzdür, komandanın lideri bilinmir kimdir. Rafinhadır. Rafinha olar məncə. Hə? Məncə də yəni futbol IQ-suna görə və mövsümdə keçirdiyi o performansına görə. Müdafiə xətti yaxşıdır. Müdafiə xətti. Gabriel Magalhaes, Marquinhos. Yəni çox yaxşıdır. Məsələn, yarım müdafiəni də qeyd eləyək. Casemiro'nu da gedirdi desən. Gedir, unutdum da o məqəyə dəqiqləşdirdim. Heyətdə. Casemiro olacaq. Yəni heyəti belə baxanda zəif deyil. Amma sanki bir balaca desən, o əvvəlki Braziliya baxanda desən, uydu, bu nədir o? Bu nə heyət? İndi elə bir şey o deyil, hə, o deyil, hiss olunmur o. Vahimə gətirmir. 2014-cü ildəki Braziliya daha güclü idi mənə görə. Hətta 2018-ci ildə deyə bilərəm ki, o da yaxşı idi. 14-dəki Braziliya çox güclü idi. Necə çöktü o? Bizə deyirlər bəziləri ki, Neymarın zədəsinə görə çöktü. O da var idi, o momentdə var idi. Komandanın oyunu tamam başqa oldu. Almaniyaya qədər Braziliya bir dənə 2010-cu ildə hamını əzə-əzə gəlirdi. Yox? Almaniya ilə oyuna qədər Braziliya hamını əzə-əzə gəlirdi. Almaniya? 2014-də demirsən? Braziliya. Braziliya deyirəm də, hə. Almaniyaya qədər yaxşı gəlirdi. Almaniya ilə oyuna qədər Braziliya hamını əzirdi. Bir dənə penaltilər seriyası oldu da deyəsən şeylə, Kolumbiya ilə.
Amma belə yaxşıdır, heyət baxımından indikindən yaxşıdır. İndi baxırsan, yəni Viniciusdur, bilinmir necə olacaq. Sonra Neymar da əsas heyət oyunçusu olacaqmı ümumiyyətlə? Məncə zamiyyəndə oturacaq o da. Mənim İngilis dili müəllimim orta məktəbdə deyirdi, o Braziliya azarkeş idi, deyirdi ki, dünya çempionatını məhz sarı köynək, göy şortikə baxmağa görə, oyunlarına baxmağa görə dəyərli izləmək. Yəni məsələn, Braziliyanın bir şirin momenti var, uşaqlıqdan elə həmişə xatırladım. Sarı köynək, göy şortik. Görürsən, indi bir cür komandalar var ki, ağdır, o şeyi yaratmırdı. Almaniyanın ağdır, tamam, həmişə ağdır. İtalyanların bu göy rəngi var, tamam, amma o Braziliyanın sarı rəngini görməyə dəyər. Görək necə oyun göstərirlər. Orta səviyyədədir, belə deyim. Yəni çox zəif deyil ümumiyyətlə, yaxşıdır. Amma belə şey yoxdur da, məsələn, qalib aurası hiss olunmur bu Braziliyada. Amma Argentina barədə deyə bilərəm ki, Argentina bir balaca qoca görsənir. Amma bu komandanın çox güclü ruhiyyəsi var, güclü aurası var. Sən o deyirlər, Messiyə görə ölümə gedərik də, başa düşürsən? Bir boy söhbətə gedərik də. Yəni elə bir hissiyat var Argentinada. Yəni Argentinanı mən düzdür, dünya çempionu olaraq görmürəm. Amma Argentinada minimum 4də 1-də görürəm. Yəni baxırsan kim var orada? Messi, okey, başa düşdü. Messi komandanın lideri, ürəyi, ruhu. Yəni onsuz mümkün deyil də yaşamaq da, hə? Necə deyirlər? Yəni McAllister çox yaxşı sezon keçirib. Enzo Fernandesdir. Sağ cinahda adı yadımdan çıxdı, o da yaxşı oynayır. Garnacho bilmirəm əsas heyət olacaq yoxsa yox da zamyan oyunçusu olmalıdır. Yəni heyət baxımından pis deyil, yaxşıdır. Düzdür, çempion görmürəm, amma Braziliya kimi, o necə deyirlər, underdogdur da, necə, bəlkə də yarım final görə bilərlər. Bəlkə də gəlib çıxa bilərlər finala. Amma yenə də Fransa birbaş üstündür Argentinadan məncə. İspaniyada deyə bilərəm. İspaniyada güclüdür. Yenə də Messiyə görə istəyərdim ki, Messi dünya çempionu olsun. Yarım final görsün heç olmasa da. Messiyə görə gəldi, finalda gördü, kubokda aldılar. Özdə yəni məsələn Argentina azarkeşləri məndən inciməsin. Məsələn keçən dəfəki dünya çempionluğunda Hollandiyanın xüsusən oyununa qarşı. Mən düşünürəm ki, yəni Messi yetərincə yəni bunlar gördülər. Finalda gördülər. Çempion oldular. Şeydə gördülər, o həm futbol dəstəyini, dünya dəstəyini falan belə azarkeş dəstəyini gördülər. Məncə bu mövsüm başqa komandalar görməlidir o şeyi. Amma yarım finala çıxa bilər. Belə güclü oyun göstərsələr, potensialı var. Bax sən əvvəldə qeyd elədiyin kimi nokautdan sonra, play-offdan sonra maraqlı dünya çempionatı görə bilərik biz. Qrup mərhələsindən sonra. Qrup mərhələsindən sonra o play-offlar gəlib çıxır. Maraqlı artıq dünya çempionatı görəcəyik biz. Bu komandalar əminəm ki, baba adını çəkdiyimiz komandalar Fransa, İspaniya, Almaniya, Portuqaliya, Argentina, Braziliya. Bunlar əminəm ki, gəlib çıxacaqlar play-offa. Əminəm yəni tək olsun. Çox istərdim. Və oradan sonra artıq biz maraqlı qarşılaşmalar görəcəyik, kim kimə qarşı düşəcək. Sensasiyanı kimdən gözləmək olar? Almaniyadır, Argentinadır, Niderlanddır. Niderlandı qeyd eləmədik. Niderlandı da ora əlavə eləmək lazımdır. Əsas favoritlər mən düşünürəm birinci yerdə Fransadır, ikinci yerdə İspaniyadır və üçüncü yerdə qoya bilərik Portuqaliyanı. Amma mən dünya çempionluğunu Fransadan gözləyirəm. Fransadan sensasiyanı isə sensasiyalı gözlənilməz. Dünya çempionluğu Almaniyadan gözləyirəm. Portuqaliyada istər-istəməz yenə də yorğun gəlirlər İspaniya kimi. Mən düşünmürəm onlar dünya çempionu. Aşağı sayıram şanslarını. Çox istərdim finalda bilsən necə olsun, belə 2 dənə belə parlaq komanda çıxsın da finala da. Ya olmasın ki, aslında bu komanda bir zəifdir. Biri zəifdir, müdafiəyə güvənir, biri durmadan hücum edir. 22-ci ildə necə final oldu da? 3-3 oldu, penaltilər seriyası. Argentina, Fransa final. Doğruda qan su yerinə axırdı. Amma elə bir şey olsun da, yəni deyəsən ki, də baxmağa dəyər də doğrudan. Düzdür, hansı variant olursa baxacağıq. Biz heç baxmalıyıq da nəsə. Almaniyanın dünya çempionu olmasını istərdim.
Əgər öz oyunlarını maksimumunu göstərsələr, bu komanda yarımfinal görməlidir. Portuqaliyada barəsində deyə bilərəm ki, onlar da yarımfinal görə bilərlər. Fransadır və kimin qeyd edir? İspaniya. Amma yenə də bir dənə dünya çempionu seçsəydə, Bir dənə dünya çempionu seçsək. başlamayıb. Mənim nədənsə bir balaca, bu bayaq danışdım Ronaldoya görə, simpatiyam amma təkcə Ronaldoya görə deyil. Yəni uşaqlıqdan baxdığım dönəmlərdə bu yana Argentinanın da dünya çempionu olduğunu görmüşəm. Braziliyanın da dünya çempionu olduğunu görmüşəm. İtaliyanı da görmüşük. İtaliyanı da görmüşük. Almaniyada gördük. İndi divandan baxırlar onlara. Almaniyada gördük. Almaniyada da gördük. Hətta uzun müddət özü Almaniyanı görmürdüm, Almaniyanı gördük. So, Fransanı da gördük. Gördük ya. Mən 2 dəfə görmüşəm. İngiltərəni görməmişəm. İngiltərə, ayso. İngiltərə biz İngiltərəni toxunmadıq. unutduq. Biz unutduq İngiltərəni. Ümumiyyətlə danışmaq olar İngiltərə barəsində. Tuchel görək, yəni deyinir. Tuchel özü də desən yanılmıramsa Foden'i aparmadı. Palmer də aparmadı. Cole Palmer aparmadı. Məncə düz eləyib aparmayıb. Çünki əgər onun oyun konsepsiyasına uyğun deyilsə, niyə aparsın? Yəni bu məşqçidir. O deyir ki, mən oyunu belə görürəm də. Mən görürəm ki, bu oyunçular mənim sistemimdə yoxdur. Mənim oyun konsepsiyamda yoxdur. Mən bunu necə salım? Hara aparım bunu? Mən istəyirəm öz istədiyim heyət olsun, bu cür olsun. Qutardı, getdi də. Yəni o intervyusu da var ki, yəni mən kimi götürməsəydim, yenə də məni qınayacaqlar ki, sən niyə görə filan. İngiltərədə çoxlu sayda yəni güclü oyunçular var. Amma hər dəfə o güclü heyətdən İngiltərə gəlib çempion ola bilmir. Bir neçə səbəbləri olub. Onun Gerrard da deyib ki, biz ailə kimi deyildik. Bir-birimizlə yola getmirdik, söhbət eləmirdik. Məşq olurdu, çıxıb gedirdik özümüz üçün otururuq. Otağımızda PlayStation oynayırdıq. Bir-birimizlə yaxın münasibət yox, ailə şey yox idi. Ona görə də alınmırdı bizdə. Məncə bu dəfə elə bir şey var. Yəni ailə prinsipi yaranıb. Plus komandanın lideri də var, Kane var. Gözləyirsən İngiltərə gəlsin, çıxsın şeyə, yarımfinala. Mən gözləyirəm. Məncə də. Bax, yarımfinalçılar nə qədər saydıq gör. Bunların hamısının şansı deməkdir. Yəni, məsələn, İngiltərədə mən qeyd etmək istədim qapıçısını, Pickford. Everton'da oynayır da, yox? Çox gözə girmir. Amma Pickford layiqdir. Bax, top komandalarda və Çempionlar Liqasında durmadan oynamağa. Bu dünya çempionatında da görəcəksiniz. Bunu bax əminliklə qeyd edirəm. Dünya çempionatının parlaq qapıçılarından biri Pickford olacaq. Mən də elə düşünürəm. Yəni stabil heyət balanslı heyətdir əslində. Yəni biz deməyək ki, İngiltərədə də, məsəl üçün həmişə o İngiltərədə Niderlanddır. Bunlar həmişə belə deyim də uğursuzluğa düçar olurlar da, belə vacib məqamlarda. Bu dəfə nəsə elə bir şey gözləyirəm. Plus 60 il keçir axı. 66-cı ildə dünya çempionu olublar. 60 ildən sonra dünya çempionu. Kane-ə görə istəyirəm olsun dünya çempionu. Məhz Kane. Çünki Kane layiqdir. Kane layiqdir dünya çempionu olmağa. Minimum 4-1-dədir, minimum. Dünya çempionu sensasiyaların arasına salaq. Almaniya dünya çempionu olsa sensasiya olacaq. Niderland olsa sensasiya olacaq. İngiltərə olsa sensasiya olacaq. İngiltərə keçən dəfə yadıma gəlirsə Fransaya uduzmuşdu yarımfinalda. Fransa çıxmışdı finala. Və o oyunu başa-baş keçirmişdi Fransa ilə. Yəni bu mövsüm İngiltərə gəlib finala çıxa bilər. Və İngiltərə keçən dəfə yarımçıq qoyduğu işi tamamlaya bilər. Eləyə bilər İngiltərə. Heyətdə. Aparsa bir dənə sadəcə Tuchel'dən ehtiyat edirəm. Yəni heyət baxımından yaxşıdır. Southgate o değildi, amma onun da bir şeyi var idi, hücuma meyilli bir konsepsiyası var idi. Tuchel fərq yaranıb, oyunda hiss olunub. Məsəl üçün Declan Rice'dir, Jude Bellingham'dir. Yəni bunlar yaxşı formada oyunçulardır. Yaxşı formadadılar, amma Tuchel özü necə məşqçidir? Tuchel inciməməndən Harry Tuchel qorxaq məşqçidir. Tuchel yəni qaza basan məşqçi deyil. 1-0 bir də görsən qalib gəldiyin yerdə oyunu söndürməyə çalışır, müdafiəni gücləndirməyə çalışır. Payını da alır, 2-1 uduzur ya 1-1 eləyir, oyunu uduzur penaltilərdə falan. Kimdən dünya çempionluğu gözləmirəm? Argentinadır, Braziliyadır və indi Cristiano Ronaldo fanatları inciməsin, Portuqaliyadan gözləmirəm nəsə. O vibe vermir nəsə mənə. Onlardan da gözləmirəm. İspaniyada qeyd eləmək istəyərdim. İspaniyada bir sənəcə komandadır. O belə olur. Hər dünya çempionatında bir dənə sensasiyalı nəticə olur axı. Məsələn 2014-cü ildə İspaniya qrupdan çıxa bilmədi, İtaliya qrupdan çıxa bilmədi. Gözləyirsən ki, İspaniya çıxmasın, hə bir dəfə? Hər dəfə bir sensasiya olur da. Yox, qrupdan çıxmaqdan çıxacaq. Amma belə sensasiyalı nəticələr həmişə olub.
Həmişə olub ha. Yəni Almaniya 2018-ci ildə dünya çempionatı oldu. 14-də oldu, 18-də çıxa bilmədi. Sonra 22-ci ildə Almaniya qrupdan çıxa bilmədi. Sonra İspaniya 8-də 1-də uduzdu. Yox 4-də 1-də uduzdu deyəsən. Yox 8-də 1-də uduzmuşdu, Mərakeşə uduzmuşdu. Yəni belə sensasiyalı nəticələr çox olub. Yəni indi də olacaq. Bax mən elə bir gözləyirəm ki, İspaniya sensasiyalı məğlubiyyəti olsun. Nə belə bir şey. Çempion isə mən gözləyirəm ya Fransadır, ya Almaniyadır. İstəməyə qalanda gözləmək heç yəni gözləməyə baxaq görək kim necə oynayır, amma istəməyə qalanda bax mən İngiltərə istəyərdim çempion olsun. Yəni mən bayaqdan saydığım o idi, uşaqlıqdan görmədiyim çempionluqlar. Və Portuqaliya istəmək mənasında. Bir də Almaniya, yəni bu sir deyil ki, mən Almaniya fanatıyam. Mən də. Və bu sir deyil ki, mən məsəl üçün futbolda qapıçı mövqeyini dəyişmiş Neuerin 2 qat dünya çempionu olmağını görmək istəyərdim. Almaniya fanatı kimi əlbəttə istəyirəm Almaniya olsun. Amma mən onu tam sən biləcəm. Almaniya olması istəyirəm İngiltərə olsun Keynə görə. Hə, buraxılışlarımız yenə dünya çempionatı boyunca olacaq. Dünya çempionatı vaxtında biz Əgər Almaniya zəif oynayacaqsa dünya çempionatında, mən bunu açıq-aşkar deyəcəm. Bu komanda çempionluğa layiq deyil. Bəli. Mən həmişə adekvat o şey danışıram, obyektiv danışıram. 100%. Düşünürəm ki, bu gün biz dünya çempionatı barəsində danışmaq istədiyimizi danışdıq. Düzdür? İndi qarşıdan çempionat başlasın. Oyunlar getdikcə də kiçik-kiçik danışarıq. Qrup mərhələsində də necə deyirlər, icmallarımız olacaq. Qoşularsınız, baxarsınız. Tənqidi fikirlərinizi yazın, təklifləriniz, suallarınız biz oxuyuruq. Yəni oxuyuruq, cavablandıracağıq, çalışacağıq. Siz də öz proqnozlarınızı yazın, fikirlərinizi qeyd eləyin. Nə əlavə eləmək istəyirsiniz? Bizimlə qalın. Bir söz. Dünya çempionatında bizimlə olun. Oldu. Sağ olun. Görüşərik. Görüşərik.